Bu Almazın part 2 videosudur. Başlayıb yerləri təmizləməyə. Deyir Xəkandazla süpürgəni verəcəm başlayasam. Bir qədər fikrə gedir, deyir görən bu işlərin axırı nə olacaq. Burada deyir ki, çəkil qırağa, qoy yerləri təmizləyim. Qardaşımla başlayıb danışmağa. Sən bəs Wi-Fi gətizdirib bura çəkdirəcəydin, nə oldu axırı? Yerdən kağız tapıb, deyir gör bu nə kağızıdır. Və burada da başlayır sevinir ki, mənim də görən belə işıq pulu gələcək. Süpürgəni əlimə dürtüşdürür ki, başda. Bir konuda axşam sağı gəldi obyektə, Almaz bəylə İsi bəydir. Almaz nəsə deyir, İsi də gülür burada. Giriş edirik obyektə. Deyir ki, kameranı ağzıma soxma. Şampını mampını bura vuracam. Deyir duxunu bura vuracam, sonra fikrin dəyişir ki, pəncərə qabağına vursam daha yaxşıdır. İsiyə deyir ki, pılım mılım yoxdur, az mal vuracam, mənə yühləməyim. Burada da sevincindən oynayır ki, qaqam partladacaq. Dünənki söhbətdə də deyir ki, mənim günahım yox idi. Sonra da çıxdı Hövsan gəzintisinə, qarşımıza belə bir 06 çıxdı. Çanqan isi burada da başlayıb oynamağa. Hələlik part 3-də görüşənədək.